Əziz izləyicilər, baxın görün sizin qəlbiniz hansı qəlbdəndir? Paslanmış qəlbdirmi, sərtləşmiş qəlbdirmi, yoxsa xətm olunmuş qəlbdirmi? Onların qəlbi var, onunla anlamazlar. Onların qulaqları var, onunla eşitməzlər. Onların gözləri var, onunla görməzlər. Bismillahirrahmanirrahim. Əziz və hörmətli izləyicilər, insan bədənində elə bir orqan vardır ki, o islah olarsa bütün bədən üzvləri islah olar. O da qəlbdir. Qəlb elə bir orqandır ki, əgər qəlb sağlam olarsa, insanın bütün bədən üzvləri sağlam olar. Və qəlbin belə bir xüsusiyyəti var. Əgər sən xəta edirsənsə, səhv edirsənsə, yanlış edirsənsə, qəlb sənə siqnal göndərir. Yəni, qəlb sənə səs göndərir ki, etdiyin əməl xətadır, etdiyin əməl yanlışdır. Və sən o əməli tərk etməzsənsə, qəlb sənə ardıcıl siqnal göndərəcək, səs göndərəcək. O qədər səs göndərəcəkdir ki, yəni yanlış etdiyin barədə o qədər səslər göndərəcəkdir ki, sən o səsə fikir verməsən, zaman gələcək, vaxt gələcək, o qəlbin səsi kəsiləcək. Artıq qəlb sənə siqnal göndərməyəcək. Ona görə müsəlman gərək qəlbinə diqqət etsin və Allaha dua etsin ki, Allah onun qəlbini sabit eləsin. Allah onun qəlbini səlim qəlb etsin. Deməli, əziz müsəlmanlar, bugünkü mövzumuz qəlbin paslanması, qəlbin daşlaşması və qəlbin xətm olması haqqında olacaqdır. Deməli, birinci mərhələdə qəlbin paslanması. Buna ran olunmuş qəlb deyilir. Necə ki, Allah Quran-ı Kərimdə Mutaffifin surəsi 14-cü ayədə buyurur ki, Kəllə bəl ranə ələ qulubihim mə kənu yaksibun. Onlar etdikləri günahlara görə, qazandıqları günahlara görə qəlbləri ran oldu. Ran olunmuş qəlb paslaşmış qəlbdir. Və ran olunmuş qəlbin əlamətləri vardır. Ran olunmuş qəlbin birinci əlaməti, yəni paslanmış qəlbin birinci əlaməti Quran oxuyanda daralır. Quran oxuyanda sıxılır. Yəni, insan Quran oxumur aylarla. Quran oxumur. Hətta il keçir, insan Quran oxumur. Quran oxuduqda və ya Quran eşitdikdə qəlbi daralır, qəlbi sıxılır. Artıq sən bilməlisən ki, sənin qəlbin artıq ran olunmuş qəlbdir, örtülmüş qəlbdir. İkinci isə zikr ağır gəlir. Yəni, insan zikr edə bilmir. Əgər insanın qəlbi paslaşıbsa, insanın qəlbi, belə deyək, ran olubsa, artıq zikr edə bilmirsən. Nə səhər zikirləri edirsən, nə axşam zikirləri edirsən, nə yatanda zikirlər edirsən, nə yemək yeyəndə zikr edirsən, nə yeməkdən sonra zikr edirsən. Heç bir halda zikr etmirsən və zikr sənə ağır gəlir. Üçüncü isə ran olunmuş qəlbin əlaməti günah şirin gəlir. Yəni, sən günah edirsən, o günah sənə şirin gəlir. O günahı davamlı etmək istəyirsən, o günahı tərk etmək istəmirsən. Dördüncü isə ran olunmuş qəlbin əlaməti tövbə çətin gəlir, ağır gəlir. Bir tərəfdə günah, bir tərəfdə isə tövbə. Sən tövbə etmirsən, tövbə sənə ağır gəlir. Çünki tövbə etsən, o sənə şirin gələn, o artıq o əməli, o günahı tərk etmiş olacaqsan deyə tövbə sənə çətin gəlir. Beşinci isə ran olunmuş qəlbin əlaməti dini söhbətlərdən qaçır insan. Dini söhbətlərdə iştirak etmir. Yəni, zikr məclislərində, elm məclislərində iştirak etmir. Ona Allah xatırlandığı zaman, Quran xatırlandığı zaman, axirət xatırlandığı zaman dini söhbətlərdən qaçır. Çünki sıxılır. Qəlbi ran olunmuş qəlbdir. Qəlbi paslaşmış qəlbdir. Qəlbi artıq mövizələr, Quran ayələri, Peyğəmbər sallallahu aleyhi və səlləm öğütləri, nəsiyyətləri təsir etmir. Altıncı isə məqsəd boşalır. Nə üçün bu dünyaya gəlib? Bu dünyaya gəlişinin ilk qayəsi nədir? Məqsədi nədir? Və bu məqsəd boşalır. Necə ki, Allah Quran-ı Kərimdə buyurur, mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratmışam. Amma insan o məqsəddən uzaqlaşır. Çünki qəlbi paslaşmış qəlbdir, qəlbi ran olunmuş qəlbdir. Yedinci isə vicdan susur. Artıq vicdan susur. Vicdan nə deməkdir? Vicdan qəlbin səsidir. Qəlbin səsi kəsilir. Qəlbin səsi kəsilir. Artıq qəlb sənə səs göndərmir ki, sən xəta edirsən, sən səhv edirsən. Yaxşı, bu paslanmış qəlbin, bu ran olunmuş qəlbin müalicəsi varmı? Bəli, var. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, qul xəta etdikdə onun qəlbinə qara bir nöqtə düşür. Və bu anda qul günahı tərk etməzsə, istiğfar etməzsə, tövbə etməzsə,
artıq onun qəlbi daha da zülmətə bürünür. Daha da zülmət o qəlbi bürüyür. Yəni o qara nöqtə artıq qəlbi bürümüş olur. Amma həmin qul birinci günahı tərk edərsə, istiğfar edərsə, tövbə edərsə, o paslaşmış qəlbi müalicə etmiş olur. Necə ki, müalicəsi 3 cürdür. Günahı tərk etməlisən, istiğfar etməlisən və tövbə edib paslaşmış qəlbini ağarda bilərsən, paslaşmış qəlbini təmizləyə bilərsən. İkinci isə əziz müsəlmanlar, ikinci mərhələ qəlbin sərtləşməsidir. Əgər paslaşmış qəlbi müalicə etməsən, zamanla qəlbin sərtləşəcək. Necə ki, Allah Qurani-Kərimdə Bəqərə surəsinin 74-cü ayəsində buyurur ki, ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذَلِكَ فَهِيَ كَالْحِجَارَةِ. Onlar deyir, onların qəlbi daşlaşıb, bəkləşib daş kimi oldu. Bəkləşib daş kimi oldu. Yəni, artıq paslaşmış qəlbi müalicə etməyəndən sonra qəlb daşlaşır. Qəlb olur qasiyə qəlb. Necə ki, Rəbbimiz Qurani-Kərimdə buyurur, فَوَيْلٌ لِلْقَاسِيَةِ قُلُوبُهُمْ مِنْ ذِكْرِ اللّٰهِ. Vay olsun qəbləri Allahın zikrindən daşlaşanların halına. Yəni, Allahın zikrindən artıq insanın qəlbi daşlaşıb. Paslaşmaqdan da ötəyə keçib daşlaşıb. Və qasiyə qəlbin, daşlaşmış qəlbin əlamətləri var. Birinci əlaməti, haramı müdafiə edirsən. Artıq insan haram etməklə yanaşı, haramı müdafiə etməyə də başlayır. Artıq haram edirsən və haramı müdafiə edirsən. İkinci isə, günahdan sonra peşman olmursan. İnsan günah eləyir, böyük günahlar eləyir və günahdan sonra peşman olmur. Üçüncü isə dünyanı axirətdən üstün tutursan. Deyirsən, nə var bu dünyada var? Axirəti tərk edirsən, dünyanı üstün tutursan. Dördüncü isə yoxsula, yetimə, zəiflərə rəhm etmirsən. Yəni, insan artıq qəlbi daşlaşıb, yoxsula, yetimə, zəifə rəhm etmir. Beşinci isə ölümdən təsirlənmirsən. Adam bütün nəsli dəfn edib, adam bütün nəslin qəbrə qoyub, babasını qoyub, nənəsini qoyub, atasını qoyub, anasını qoyub, xalasını qoyub, bibisini qoyub, bütün nəsli qəbrə qoyub, amma insanın qəlbi təsirlənmir, çünki qəlb daşlaşıb, bəmbərk olub. Bunun müalicəsi varmı? Bəli, bəli, bunun da müalicəsi var. Daşlaşmış qəlbin müalicəsi nədir? Birinci, sədəqə vermək. Sədəqə verərsənsə artıq daşlaşmış qəlb yumşalmağa başlar. Çünki sədəqəni verirsən yoxsullara, yetimlərə, zəiflərə və insanın qəlbi yavaş-yavaş artıq yumşalır. İkinci isə yetimlərə və kasıbları yedizdirirsən. Çünki Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, kimdir qəlbin yumşalmağını istəyirsə, yetimlərə, kasıbları yedizdirsin və yetimin başına sığal çəksin. Üçüncü isə qəbirləri ziyarət etmək. Qəbirləri ziyarət edəndə artıq insanın qəlbi yumşalır. İnsan düşünür ki, o da zaman gələcək, öləcək, bu dünyadan köçəcək. Artıq insanın qəlbi yumşalmağa başlayır. Dördüncü isə Quranı tədəbbürlə oxumaq. Quranı əgər tədəbbürlə oxuyarsansa, qəlbin artıq yumşalmağa başlayır. Sonra əziz müsəlmanlar, üçüncü mərhələ qəlbin möhürlənməsi. Buna xətim deyirlər. Qəlbin xətm olması, qəlbin möhürlənməsi. Necə ki, Allah Qurani-Kərimdə Bəqərə surəsinin 7-ci ayəsində buyurur ki, Xatamallahu alə qulubihim. Allah onların qəlbini möhürlədi. Yəni, xətm elədi onların qəlbin. Necə ki, alimlər buyururlar, xətm olmuş qəlbin əlaməti var. Birinci, qəlb möhürlənir. İkinci, qulaq möhürlənir. Üçüncü isə gözlərə pərdə çəkilir. Necə ki, Allah Qurani-Kərimdə buyurur ki, onların qəlbləri var, onunla anlamazlar. Qulaqları var, onlarla eşitməzlər. Gözləri var və onunla görməzlər. Artıq qəlb xətm olunubsa, onun müalicəsi yoxdur. Fironun qəlbi kimi, Nəmrudun qəlbi kimi, Əbu Cəhlin qəlbi kimi, Əbu Ləhəbin qəlbi kimi. Artıq qəlb möhürlənib. Artıq onlara mövizə, Quran ayələri, möcüzələr, heç bir şey təsir etmir. Allah Qurani-Kərimdə buyurur ki, İnnellezine kəfəru səvaun aleyhim əənzərtəhum əm ləm tunzirhum la yu'minun. Ey Muhammed, sən kafirləri xəbərdar etsən də, etməsən də, onlar üçün eynidir. İman gətirməzlər, iman gətirməyəcəklər. Müalicəsi də yoxdur. Müalicəsi yoxdur. Xətm olunmuş qəlbin müalicəsi yoxdur. Və əziz müsəlmanlar, qəlbinizə diqqət edin. Baxın, görün sizin qəlbiniz paslanmış qəlbdimi, sərtləşmiş qəlbdimi, yoxsa Allah qorusun,
möhürlənmiş qəlbdirmi? Ona görə qəlbinizi daim müalicə edin. Qəlb elə bir orqandır ki, hər an dəyişə bilir, hər an çevrilə bilər. Ona görə müsəlman qəlbinə diqqət eləməlidir, xüsusi diqqət eləməlidir və dua etməlidir ki, Allah onun qəlbini dini üzərində sabit etsin. Allah onun qəlbini paslanan qəlblərdən etməsin, sərtləşən qəlblərdən etməsin və möhürlənən qəlbdən etməsin. Və bu qədər Allah bizi eşidib faydalardan etsin.